Salam əziz dostlar. İrandakı son ayaqlanmalarla bağlı müsahibə serisi ilə sizlərləyik. Bugünkü qonağımız Türkan Bozqurt və Babək Bəxtavərdir. Əziz Babək və əziz Türkan, dəvətimizi qəbul edib gəldiyiniz üçün sizə təşəkkür edirəm. Əslində bu müsahibədə biz hər kəsi bir araya gətirməyə çalışırıq. Fikrindən, baxış açısından asılı olmayaraq bütün Azərbaycanlılar milli fəallarını, düşünürlərini, siyasilərini bir araya gətiririk və siz də təşəkkür edirəm ki, dəvətimizi qəbul edib qatılıbsınız. Mən heç gecikmədən ilk Türkan xanım sizlə başlamaq istəyirəm. Siz İranda olan son etirazları necə dəyərləndirirsiniz? Bu etirazlar sonuc etibarilə nə tərəfə gedə bilər, hansı sonuçları doğura bilər? Dövlətin və millətin rəftarlarında bu etirazları qarşılamasında hansı fərqliliklər görünürdü? Buyurun. Salamlar deyirəm. Birincisi sizə təşəkkür edirəm belə gözəl videolar hazırladığınız üçün və burada olan hər kəsi salamlayıram. Bu sualınıza əslində bəlkə indi olan etirazların kiçik bir analizini edərək başlamaq istəyirəm. Bilirsiniz, etirazların birinci həftəsində Güney Azərbaycan bölgəsi və buna Kürd bölgələri də daxil olmaqla, hətta bir çox bəlus bölgələri də bu protestolardan biraz uzaq gəzdilər, biraz şübhəli yanaşdılar. Bunun bir neçə izahı var da əlbəttə. Birincisi olaraq sosial hərəkətlərdə olan tədqiqatlar bunu göstərir ki, siyasi inklüzivliyin zəifləməsi və ya o mədəni istəklərin göz ardı etməsinin sonuçlarından biri o protestolarda olan millətlərin səfərbərliyinin azalması, enerjisinin azalması və eyni zamanda o protestolara qatılma niyyətlərinin də zəifləməsi olubdu. Xüsusilə də biz 2022 ilində olan qadın yaşam azadlığı etirazları zamanı Azərbaycanlı etirazçıların və təəssüflə ölən insanların tez-tez marjinallaşdırılması, onların adlarının mərkəzi media tərəfindən çəkilməməsi və Güney Azərbaycanın istəklərinin göz ardı edilməsi bunların səbəblərindən biridir. İkinci mühüm faktor məncə müxalifət diskursunda daha çox Pəhləvi adının önə çəkilməsidir və bunun da əslində biz nə qədər İranın içərisində və ya diasporada olan millət arasında Pəhləvinin gücünün nə qədər olduğunu bilməməyimiz ancaq pul gücünə və bir çox media platformlarının propaganda şəklində əslində sadəcə onun adını ortaya gətirməsi İranın içərisində olan azlıqların və sadəcə Güney Azərbaycanlıların yox, dediyim kimi Kürdlərin, Bəlutçuların, Ələhvazların o kollektiv xatirəsində şah zamanı olan bir çox qətlərin, ölümlərin, bastırılmaqların xatirəsi çox yaxşı yadda qaldığı üçün insanların protestolara, azınlıqların protestolara birinci həftə qatılmama səbəblərindən biridir. Və məncə eyni zamanda burada bir təbəqə məsələsi də vardı, biz göz önündə tutmalıyıq. Tehran bazarından doların və realın qarşılaşdırması ilə iş aparan insanların başlatdığı bir təzahüratdır. Gündəlik həyatında çox çətinlik çəkən insanların, baxın, evlərində çətinliklə yemək tapıb gətirə bilməyən insanların empati qurması biraz çətin ola bilər. Yəni bu protestolar başda əslində iqtisadi məsələlərə ümumi olaraq baxılmırdı, daha çox Tehranda olan yuxarı təbəqələrin olan problemləri olaraq göstərilirdi. Və bu problemləri daha sonra ümumi bir iqtisadi hal aldıqdan sonra bir çox fərqli şəhərlərdə olan millətlər protestolara qatılmağa başlayıblar. Və bunun nəticəsində də biz İran dövlətinin əslində daha az danışılan, ancaq məncə çox mühüm olan bir taktiklərindən danışmalıyıq. Bu da collective punishment, yəni kollektiv bir cəza verməkdir millətə. İran dövlətinin içərisində olan o protestoları biz bilirik ki, əslində bu protestolar 2022 protestolarından daha zəif idi. Çünki orada gedən insanların həm birləşik olaraq saylarının və həm də hansı şəhərlərin qatıldığını statistik olaraq baxdığımız zaman, əlbəttə ki, indi hələ də məlumat azınlığı olduğu üçün bunu biz %100 deyə bilmirik, amma müqayisə ilə
2022 qadın yaşayan azadlıq protestolarından daha az, daha kiçik olduğunu görürük. Ancaq buna baxmayaraq İran dövlətinin daha şiddətli bir reaksiya göstərdiyini görürük və bunu da kollektiv cəza olaraq adlandırırlar. Yəni sadəcə çölə çıxıb orada protesto edən insanları biz İran dövlətinin cəzalandırdığını görmürük, amma eyni zamanda bu gün düşünürəm 10-cu gündür ki, bütün kommunikasiya, internet yoxdur. Belə bir taktik uygulayaraq sadəcə o eşiyə çıxıb protesto edən insanları İranın içərisində yaşayan bütün İranlılara əslində cəza verdiyini biz görürük. Bu da əslində bəlkə içəridə olan bir çox məsələnin daha ciddi bir yerlərə getdiyinin səbəblərindən biri ola bilər. Ancaq indi o məlumat qısıtlı olduğu üçün təəssüflə hələ də biz bilmirik. Əziz Babək bəy, siz bu etirazları necə dəyərləndirirsiniz və eyni suala sizin cavabınız nə ola bilər? Bu etirazları nə ilə bağlayırsınız? Hara gedə bilər? Nələr ola bilər? Hansı sonuçları doğura bilər? Buyurun. Çox sağ olun Lalə xanım. Mən də sizi və əziz qonağınızı və görənləri salamlayıram. Əslində bu etirazlar son 20 ildə bir Xurdad 1385-də Azərbaycan bölgələrində etniksel təhqirlərə və təbizlərə qarşı başlanan aksiyaların davamında baş verir, görmək olar. Bununla yanaşı İranda əslində 3 kuşat var, bir uç bucağın bir parçasıdır bu. İranda çox bu sosiologların və politologların deyişinə görə əsas problemlərdən 3 bucağa dayanır. Biri etniksel çatlar, ikincisi cinsiyyət çatları və təbizləri və biri də ekonomi açıdan baş verən bu təbizlər ki, günbəgün o orta sınıf aradan gedir və o aşağı təbəqə, aşağı deyəndəsində kasıb təbəqə ilə varlı təbəqənin arasında qəp çoxalır ki, bu aksiya əslində o 3-cü dərəcədə yəni iqtisadiyyata aiddir və baş verir. Oradan baxmaq olar. Gəldikdə bu etiraz dalğasına aslında İranda opozisiyonistlər içəridə, istər eşikdə paramparça olduğu üçün bəzən istəklərin və mütalibatın bir-birinə taarruzda olması, çelişkili olması nədənilə bütün bu 20 ilin sürəcində bir paramparçalıq bunun içində görünür və bu əslində hakimiyyətin qüdrəti sərqibunu repressiyanı artırmışdır. Buna da buradan baxmaq olar. Əslində ən müvəffəqi demək olar bunların içində bir o Azərbaycanda, əlbəttə Azərbaycanda fəqət Azərbaycan bölmələri idi o biri Xurdadda. Mən deyərdim yaşıl hərəkəti idi ki, Tehranda eləyə bildi Musavi 2 milyondan artıq insanı gətirsin. Əgər orada bir İran yapısında ona Azərbaycan və etnik qruplarda müsbət baxsaydı bir geniş bir dəyişiklik imkanı yaranardı kütləvi aksiyalarla. Ondan sonra da bu qadın yaşam azadlığıdır ki, bir sıra etnik qüvvələrində özünə və orta təbəqəni də çəkə bilmişdir ki, təəssüflə bu yenə də bu Pəhləvinin və bu totaliterist baxışın gəlməsi ilə orada da bu imkan millətdən alındı. Dəqiqən buradan yola çıxaraq deyirəm ki, sizin sorunuzun əsli cavabını istəyirəm gələm. Buradan əgərçi bu vəziyyətlə, yəni bugünkü aksiyalarda baxanda əvəz-nəzərə cəmiyyət həcm baxımından qadın yaşamlarının azadlıqdan çox aşağı idi. Amma propaganda gücü, psikolojik savaş, media savaşı ki, xaricdən xüsusən yönətilirdi. Bunun boyutlarını artmışdı və Cumhurbaşqanlığında bu 12 günlük savaşdan sonra bayağı bu azası zəiflədiyindən dolayı çox bir ümid yaratmışdı millətin içində ki, eləyə bilər ki, bir müvəffəq bir sonuclana və ona görə də Pəhləvi və onun ətrafında toplaşan bir qruplar çox ümidlə baxırdılar. Ancaq bunları yığaraq deyərək bunu deyirəm ki, gərçi bu vəziyyətlə toplumsal etirazlar gərəklidir, yəni şərt lazım bərqərardır, matematik açısından baxsaq, ancaq kifayət deyil. Bu tip aksiyalarla bu hakimiyyət, solid hakimiyyət ki, əsasən Xameneyin mehvəriyyəti ilə dayanıbdır, rəhbərliyi ilə durur. Bu yetməz bunu devirməyə. Bundan yanaşı 2 faktor gərək buna əlavə edək. Ya hakimiyyətin içində mövcud olan çatlar ki vardı, hakimiyyətin özü çəpi rast deyək, ya şərqə baxış, ya qərbə baxış arasında onların içindən ordudan, yaxud polis qüvvələrindən,
millətə qoşulmalıdır ki, bu milləti tərəfi ağırlaşsın, yaxud ki, xarici hərbi müdaxilə qaçırılmaz olacaqdır və bundan somut bir nəticəyə vara bilər ki, mən sonra deyərəm ki, 3 dənə prediction vardı burada mən. Ya İnqilab İran bir üç yol ayrımındadır əslində və bu repressiyalar ki oldu, mən Tiamene Çini xatırladır mənə. Şurəvdən sonraki ağır bu ölü itki sayının çoxaldılması Cumhurbaşqanlığı bir geri qayıdılmaz yolda qoyubdu. 3 yol var ki, mən gələn sualda onlara toxunaram. Təbii ki. Təbii ki, əslində çox yaxşı yerə gətirdiniz. Çünki mənim əslində sualım da, ikinci sualım da bununla ilgilidir. Bir çoxları düşünür ki, istəsəz Babək bəy ilə siz davam eləyə bilərsiniz, madəm orada bitirdiniz. Çoxuna görə belədir ki, hökumətin dəyişilməsi üçün düşünürlər ki, xarici dəxalət şərtdir və bundan başqa bir çarə yoxdur. Və siz özünüz buna necə baxırsınız? Məsələn, xarici dəxalət olsa, məsələn, Trump əvvəldə təhdid edir ki, vuracaq, sonra dedi ki, vurmayacaqsan. Dəxalət ehtimalı varmı? Xarici dəxalət ehtimalı varmı? Olsa, bunu necə dəyərləndirirsiniz? Əgər belə bir şey olsa, biz Azərbaycanlılar nə durumda olacaq? Bizi nə gözləyir? Bəli. Aslında İranda əsli düyün ki, bu büyünə çatdırıbdır bu məsələni Əliyə Xameneyi və rəhbəriyyətin ideolojik açıdan orada durmasıdır. Əgər istəyirik İranda somut bir dəyişiklik olsun, Əliyə Xameneyi və ideolojik rəhbər ortadan qaldırılmalıdır. Bunun üçün də ya gərək nizam öz içindən buna təşəbbüs göstərə, bunu ya özü ölə ki, oxub təbii ölümdə onu bir söz deyə bilmərəm, nə vaxt olar olmaz, ancaq ya da ki, həsf eləyələr. Əgər bu olmasa, gərək bu xarici müdaxilə qaçınılmaz olacaqdır. Biz bu olayları dəyərləndirək, bir şey unutmayaq. Biz bugünkü dünya heç bir şey bir-birindən imtizai dəyər, mücərrəd analiz etmək olmaz. Hər şey bir-birinə bölgəsel açıdan və dünya kürəsel açıdan bağlıdır. Mənim baxışımla biz bu günlərin 3-cü Dünya Savaşının içindəyik. Ancaq o klasik formatında dəyər 1-ci Dünya Savaşı ya 2-ci Dünya Savaşı halətində çox fərqlənibdir. Media savaşı, yumuşaq savaşlar, yaxud Rusiyanın Ukraynada robot müdaxiləsi kimi özünü göstərir. Artıq da güclər təcrübələniblər, imperiyalar gücləniblər, müstəqim bir-birinə girmirlər savaşa və ortalar kullanırlar. Bu açıdan girəndə İran məsələsi də Amerika və Çin arasında bu başlanılan bu soyuq müharibə ki, bəzidən də sıcaqlaşır, onun çərçivəsində görmək olar. Çin istəyir İranı saxlasın öz əlində. Rusiya Ukraynada dərgir olduğu üçün, o bataqlıqdan çıxmaq üçün hər tür kompromisə hazırdır. Hətta Venezuelanı da onun içində görmək olar. İran da təxminən oyunun bir parçasıdır. İndi, əgər bu içdən olmazsa, xaricdən müdaxilə qaçınılmaz olacaqdır. Və burada biz 2 dənə variant görürük. İsrailin öz maraqları vardı İranda, Amerikan maraqları fərqlidir. Bunlar da nəzərdə tutaq. Azərbaycanlılar, xüsusən indi bura gəlirəm ki, qatan məsələnin içinə, çünki çox analizlər verilir başqaları. Hər kəsin İranda Kürd, Fars, xüsusən opozisiyonunun öz müttəfiqlərini tapıblar. Həm kürəsəl açıdan, həm bölgəsəl açıdan. Hər iki opozisyon, Fars Kürd opozisiyonu İsrail və Amerika tərəfindən dəstəklənirlər. Və ittifaqən indi Kürdləri qırağa çıxaq, Fars opozisiyonu, Fars İranda etniki, Birinci Dünya müharibəsində o Qacarların çöküşü tərəfində olduğu zaman İngilis tərəfindən dəstəkləndi. Zaten Pəhləvilər onların vasitəsilə işlə gəldi. İnqilab məşrutiyyətin uğursuzluğa varması ilə. İkinci Dünya müharibəsində də İran parçalanmış durumdaydı. Amerika idi ki, gəldi Kürdistanda və Azərbaycanda o firqə demokrat Azərbaycan və Kürdistan bastırmalı şeylədi. İndi bugünkü gündə Azərbaycan yalqız biraz buraxılıbdır. Bunun bir sıra səbəbləri bizim özümüzün içimizdə o rəhbəriyyət egolarıdır, egoizmidir. Ondan sonra ideolojik çatlardır ki, məsələn, federalistlərlə istiqlal tələblərinin arasında yaranması ilə və bir sürü şəxslərin ki, gəliblər, indi bir sürü sui-istifadələr də hər hərəkətdə olduğu kimi burada da vardı. Əslində biz Pəhləviyi qınayırıq, elə bu birisi hərəkətlərdəki opozisiyonda vardı, elə mini Pəhləvilər də onun içində vardı. Müntəha bu cobut variantıdır, çıxıbdır ortaya, görsənirik, hamı onu görürük, bu birisləri görünmür.
Bu əgər istəyiriksə ki, biz bir yerə varaq, gərək bu Pəhləvi modelində rəhbəri təhmilidən, bu məsələlərdən dərs almış olaq və öz içimizdə bir çəki düzən verək. Dünya gəlibdir başqa düzənə. Biz əgər istəyiriksə ki, modern bir hərəkət aparaq qabağa, əvvəl gərək birinci öz içimizdə bir solidarity yaradaq. Bilək ki, artıq da pişəvəri gətirib ortaya Məmməd Əmin Rəsulzadə zat dönəmləri gedibdir, gərək özümüzdə karizmatik lider qoyaq. Biz 21-ci əsrdə yaşayırıq və gərək bir kütlə, necə deyək, mədəni NGO-lar yaratmağına fəqət transitioni, yəni keçid dövrünü bir şura kimi, bir məcmə kimi qurumların yaranması ilə baxmayaraq ki, indi federalist istəyən olar, özərkçilik istəyən, ana dilini istəyən ola bilər, istiqlal istəyən ola bilər. Bunları nəzərə tutaq və imkanlarımızı nəzərə tutmaqla gələk və ümumiyyətlə özümüzü məntəqədə dəstəkçimizi tapaq. Xaricdən dəstək olmasa biz eləyə bilməyəcəyik tək millətimizin gücü ilə bunu aparaq qabağa. Odur ki, Türkiyə burada məntəqədə böyük rol oynayır. Mənim nəzərimə bizə Türkiyəni gərək mənim nəzərimə biz bax İsraillə Amerikanı qane eləməkdə çətinlik çəkəcək. Çünki bizim istəklərimiz onlarla görürük ki, üst-üstə düşmür. Bir çox qurumlar da ki, gediblər Kürdlərin eşikdə bayrağın altına gediblər. Onların bayrağın altına getdiyində fandalanlar, onlarla işləyənlər məcbursan Qərbi Azərbaycanda təviz verəsən. Çünki onlar bizdən güclüdürlər, silahlıdırlar və İsrail arxalarında. Onlar ki, gedirlər mərkəziyyətçi gücün, fasların bu Cumhuriyet Xalq Oyunu ilə, başqaları ilə də işləyirlər. Orada da bizim əlimiz boşdadır. Çünki onlar hətta bizim minimal istəklərimiz, kəf mütalibatımız ki, federalizmdir, hətta onu amma əgərlə belə qəbul etmirlər. Biz bunların son bəyaniyələrində də gördük və ona görə də mən bu son etirazlarda baxmayaraq ki, çoxlu qanlar açdı, gəldi meydana Azərbaycanın qatılması ilə, yəni bizim fəraqan verməmizlə müxalif idim və hər kəsə də bunu göstərdim. Çünki bu bilirdim ki, yəni bilirdim deyəndə yekə çıxar, amma o perspektiv hətta uğurlu olsaydı bizim zərərimiz olacaqdı. Çünki biz bir dənə istibdadın gedib başqa bir istibdadına totalitarizmə yerini qoymaq bizə yaramazdı və qanları millətin boşa gedərdi. Xoşbəxtlikdən Azərbaycan milləti və hətta Fars millətinin orta kəsimi ayılıbdı və onlar bu tür tuzaqlara düşmədilər. Mənim nəzərimə biz bölgə çox qaynar vəziyyətdədir. Cumhuriyet İslamı qayıdılmaz bir vəziyyətə keçmişdir. Hətta əgər bu etirazları sərkub etsə də, mümkündür bir ay, bir il, 6 ay, indi müddət davam eləyə, bəli bunun sonucu mənim nəzərimdə furupaşı olacaqdır. Və biz indidən bu vəziyyətə hazır olmalıyıq və müttəfiqlərimizi məntəqədə, hətta əgər olsa bu dünya düzəni, yeni düzənin tərkibində, hətta belə razı olsa Rusiyanı da, yəni burada məhəbbət, sevgi, nifrətlə baxmaq olmaz. Real politiksə güvənmək lazımdır. İmkanlarımıza görə Türkiyəyə qane etməliyik. Hətta İran çərçivəsində də belə olsa, öz müqəddəratımızı əvvəl özümüz güclənək, sonra gedək Farsının da, Kürdün də, hər kəsin də masa arxasında otura bilərik. Çox sağ olun. Əziz Türkan, siz nə düşünürsünüz bu xarici dixalət məsələsi konusunda? Çoxlarına görə deyirlər ki, bu qaçınılmazdır, yəni xarici dixalət olmadan bu dəyişim imkansızdır. Siz buna necə baxırsınız? Xarici dixalət olsa əgər bir gün biz nə durumda olacaq və xarici dixalətdə görürük, bir gün var, bir gün yoxdur. Trump bir gün deyir gəlirəm, bir gün deyir gəlmirəm. Bu ehtimal da varmı? Dixalət məsələsi. Buyurun. Sağ olun. Mən elə düşünürəm ki, biz xarici dixalət dediyimiz zaman birincisi əslində buradan başlayaq ki, xarici dixalətdə indi Qərbdən gələn bir çox xəbərlərdə Mücahidindən daha çox Pəhləvinin adının önə çıxdığını görürük və aday olaraq onun qabağa qoyulduğunu görürük. Və burada əslində biz o paralellərə baxdığımız zaman əslində Pəhləvinin özünün insanları küçəyə çağırdığından bir reaksiya alamadığını görürük. Bunun ən bariz misallarından biri 12 günlük İran-İsrail münaqişəsində Pəhləvinin nə qədər insanları eşiyə çağırdığını, ancaq insanların heç bir reaksiya vermədiyini görürük. Sadəcə onların İran özünün içərisində bir ayaqlama başladıqdan sonra özlərini gəlib əslində o insanlara qatdığını, çağırış verdiyini, özlərini o transitional leader kimi göstərdiyini görürük və
Mən buna tamamilə problematik olaraq baxıram. Bunun səbəbi də budur ki, məncə biz İran dövlətinin quruluşuna baxdığımız zaman onların ən fundamental söyləmlərindən biri həmişə qərbə, imperializmə, İrana böyük bağışlayın, Amerikaya böyük şeytan deyərək həm İsraili qəbul etməməsi və tamamilə qərbə qarşı bir söyləm üzərinə yaradılmış bir dövlət olduğunu nəzərdə aldığımız zaman və bu dövlətin əslində biz nə zaman eşikdən bir söyləm gəldiyini eşitdiyi zaman o sərkubları və ya bastırmaqların daha da gücləndiyini və əslində onlara bir səbəb verdiyini görmüşük və bu da həmişə millətin xeyrinə yox, zərrinə qurtardığını görmüşük. İndi biz məsələmin bir bələn deyirik ki, qərbdən kömək, qərbdən xarici dixalət gördüyümüz zaman bunların hamısı söyləmdədir. Heç bir şəkildə bizim indi əlimizdə istər Trump'ın siz deyən kimi bir gün deyir vuracağım, bir gün deyir vurmayacağım. Əməldə bir şey yoxdur və əməldə bir şey olmadığı üçün də bunu da əlbəttə tartışmaq olan yaxşımı, pismi, əməldə bir şey yoxdur, sadəcə söyləmdədir. Ancaq biz bunları nəzərə aldığımız zaman protestolar birinci başlayanda Pezeşkiyanın o yumuşaq söhbətləri yadınıza gəlsin ki, həm biz bilirik nələr olur, biz onlarla danışacağıq. Yəni bu mesajlar verilirdi başda. Bu söyləm sonra necə dəyişdi? Bu söyləm tamamilə indi artıq siz İran İslam Cumhuriyyətinin danışıqlarına baxanda deyirlər ki, bizim ərazimizin üzərində terroristlər vardı, bizim ərazimizin üzərində silahlı qərbdən verilən silahlarla həm polisə, həm millətə ateş açan insanlar vardı və indi bizim əslində qərbdən yollanan o terroristləri bastırmaqla məşğuluq. Belə bir söyləm vardı. Və bu söyləm birincisi indi kimi Cümhuriyyət İslamının həmişə dediyi ki, ay qərb bizim düşmənimizdir, onu qəbul edir, onu onaylayan bir hərəkət olur. Çünki bunların hamısı söyləmdədir və heç bir zaman biz bilmirik ki, həqiqətən varmı, yoxmu belə bir şey. Və ikincisi də məncə bu o millətin arasında olan səfərbərliyi gücsüzləşdirir. Biz hər zaman dediyimiz zaman ki, bu paralelə baxdığımız zaman Pezeşkiyan birinci yumuşaqdır, amma indi deyir ki, yox, terroristlər vardı və biz onları yatışdırmağa çalışırıq. Millətlə əlaqəmiz yoxdur. Və siz İranın içərisində olan bir boşluğu, bir qaranlığı düşünün. Çünki eşi ilə bir əlaqələri yoxdur, internet kəsiqdir, kommunikasiya kəsiqdir və bunun üçün də məncə artıq millət barabar mobilizasiya edə bilmirlər, səfərbərlik azalır və ikincisi də hətta səfərbərlik etmək istəsələr belə millətin özünün beynində o tərəddüdlər, şübhələr yaranmaya başlayır ki, bəlkə həqiqətən terroristlər vardı. Bəlkə həqiqətən indi fərqli qruplardan və ya terrorist qruplarından ki, PKK onların biridir. Bəlkə onlar düşünürlər ki, hə, onlar mən çıxıram indi əlimdə ən çox olsa bəlkə Molotov kokteyl vardı da ondan çox nə ola bilər? Ya amma deyir ki, hə, mən getdim, onun əlində Klashenkov vardı. Onun əlində tüfəng vardı. Mən nə eləyəcəyim? Və onun üçün də bu baxımda mən xarici müdaxilə düşündüyümüz zaman bunu əslində İran dövlətinin gücləndirdiyini düşünürük. Çünki İran dövlətinin tam o fundamental söyləmlərindən biri olan ki, qərb həmişə bizə düşmandır, bizi yığmağa çalışır, söyləmini gücləndirir və bunu əməllə tökməyə çalışır. Bu çərçivədə düşündüyümüz zaman mən xarici müdaxiləyə tərəddüdlü, tənqidi yanaşıram. Bu ki, heç bir ayaqlanma və ya heç bir inqilab eşikdən gələn köməklə edə bilməz, buna qatılıram. Ancaq bu kömək necə, nə zaman olduğu çox mühümdür. O kömək ki, indi biz mərkəzi opozisyon tərəfindən görürük. Dövlətin içərisində millətin özünün başlatdığı və ayaqlanmaya gəlib belə quş təkin onun üstünə qonub oturmaq istəyir. Mən bunu heç bir şəkildə düz görmürəm. Və Babək bəyin də biraz öncə dediyi kimi məşrutə dönəmindən sonra zaten Pəhləvinin təkrar gəlib şah olma səbəbi biz qərbdir. O şahı, Riza şahı gətirən, yəni indiki şahın böyük babasını gətirən zaten o dövlətdir. O zaman biz nə fayda gördük, indi nə fayda görürük? Görə bilərik. Onun üçün və burada da əlbəttə ki, heç kim özün istədiyi üçün öz qəlbinin aydınlığına, gözəlliyinə görə gəlib heç bir milləti ayaqlandıra bilməz, bir inqilab yarada bilməz. Biz təəssüflə bunun çox gözəl misallarını Suriyədə də görmüşük.
Əfqanistan böyük ehtimalla məncə əslində aydın misallarından biridir ki, 20 il orada çalışır Talibanı aradan apara, 20 ilin axırında da gəlirdi ki, həncə Taliban verdim öz yəni və indi Taliban Əfqanistanın içərisində olan millət qadınlar bəlkə 20 il öncədən çox daha pis bir vəziyyətdədir. İndi biz gələk ki, Güney Azərbaycan, yəni öz perspektivimizdən biz nə edə bilərik və ya nə etməliyik sözünə gələndə məncə biz xaricdə olan o mərkəzi opozisyonun bizə qarşı qullandığı söyləmləri də nəzərdə tutaraq, onları da analiz edərək öz zəif nöqtələrimizin olduğu yerləri başa düşüb onları çözüm haline gətirməliyik. Birinci yerdə məncə vətən adı, vətənimizin hara olduğu, bunu Himmət bəy Şəhbazinin axır zamanda paylaşdığı yazısı çox gözəl idi. Onu buradan təbrik edirəm və təşəkkür edirəm yazısı üçün. Biz bütün İranı qurtara bilmərik. Və belə bir söyləmimiz də olmamalıdır, ola bilməzdir. Bizim fokusumuz, bizim düşüncəmiz həmişə Güney Azərbaycan üzərinə olmalıdır. Düzdür, burada bir əlvermə, barabar işləmə ola bilər, amma necə ki, fərqli opozisyonlar, fərqli dövlətlər, fərqli qurumlar birinci öz mənfəətlərini düşürüb, ona görə hərəkət edirlər. Biz də ona görə hərəkət etməliyik və bizim coğrafiyamız Güney Azərbaycan üzərində olmalıdır. Mən bunu demirəm ki, misal olaraq İranın Xurasanında, cənubunda türklər yoxdur, onlara ayrı seçilik olmur. Əlbəttə ki, olur. Amma biz elə bir şəraitdəyik ki, biz indi Mahabata, Urmiyəyə olan gücümüz üzərində bəlkə bəzilərimizin arasında şübhələr yaranıbdır ki, biz misal olaraq Urmiyədə sabah nə olacaqdır? Onun üçün Urmiyə və ya Mahabat bizim birinci şübhələrimizin, düşüncələrimizin arasında olarkən biz gedib təəssüflə bunu deyirəm, gücümüz olmadığı üçün Xurasanda olan türklərə kömək edə bilməyəcəyik. Onun üçün vətənimizi birinci qoymalıyıq. Gücümüz olduqdan sonra öz torpaqlarımız üzərində nəzarətimiz təsdiqləndikdən sonra onları da düşünə bilərik. Və başqa bir məsələ də burada vardı ki, məncə bizim sorunlarımız Güney Azərbaycanın içərisində sorunları mədəni sorunlar deyil. Və bu sadəcə Türk-Fars davası da deyil. Çünki opozisyon tərəfindən bunu çox ortaya qoydular ki, ay pan-türklər belədir, ay təciyə tələblər belədir. Yox, biz Birləşmiş Millətlərin qabağa qoyduğu bütün insan haqları üzərinə olan qanunları istəyirik. Bizim aramızda federalçı da vardı, Babək bəy deyən təkin, istiqlalçı da vardı, İrançı da vardı və onların heç biri mühüm deyil. Mühüm budur ki, onların səsləri eşidilsin. Biz demokrasi deyəndə demokrasi bir söyləm deyil. Sabah İran dövləti yıxıldı, onun yerinə demokratik bir İran adı üzərinə bir şey gəldi. Bərtəs deyil ki, yapışdırasan, millət də ayaqdan gecə yatdı, yuxudan durdu, birdən demokratik oldu. Demokrasi bir söyləm deyil, bir eyləmdir. Və bir eyləm olduğu üçün də indi bərabərlik olsun, sonra biz problemlərimizi danışmaq məsələsi deyil, eyləmdir. Yəni biz bu gündən başlamalıyıq ki, o demokratik haqlarımızı, dövlət mən forması danışmırıq, o haqlarımızı istəyə bilək. Çünki əgər indi onlar bizim ən kiçik, ən asan olan dilimizi belə qəbul etməyəndən sonra, onlar inklusivliyə bizim İran içərisində majority, minority yoxdur, əqəlliyyət yoxdur deyən insanlar bugün demokratik yaşadıkları ölkələrdə demokratik eyləmləri edə bilməyirlərsə, bəs onda sabah gücə gəldikdən sonra bu demokratik eyləmləri edəcəklərmi? Onlar söyləmdə belə etmədikləri zaman eyləmdə necə edəcəklər? Çox böyük bir sualdır və onun üçün biz əgər həqiqətən İranın içərisində bir fərqli millətlərin, fərqli insanların bir araya gəlib barabar işləməsini istəyiriksə, demokrasi sadəcə bərtəş kimi yox. Biz bunu danışmağa başlamalıyıq, insanların fərqli haqlarını eləməliyik. Zaten əgər azınlıq burada mən etnik və ya şey olaraq demirəm, demokrasinin yaranma səbəbi budur ki, səsi ən az çıxan insanların səsi gürləşə bilsin. Biz indi ən az, hətta o təciyə tələb dedikləri ki, İran İslam Cumhuriyyətindən nə fərqləri qalır? Əgər onlar da bizə gəlib İran İslam Cumhuriyyətinin kullandığı şuarları bizə qarşı işlədəcəklərsə. Və onun üçün birlik, bərabərlik birdən indi yoxdur, yıxılandan sonra yaranacaqdır. Zaten bir düşmən arxasına sən yığışa bilməyirsənsə, düşmən olmayandan sonra onda heç yığışa bilməyəcəksən.
Əziz Babək və Türkan, hər ikinizə çox təşəkkür edirəm. Çox söhbət, həm fikir açısından, həm zövqlüdür dinləmək sizləri. Çox sağ olun. Təşəkkür edirəm hər ikinizə dəvətimizi qəbul edib gəldiyiniz üçün. Var olun. Siz de sağ olun.